məqama fikir vermək lazımdır ki, bugünə qədər o dövr hakimiyyətdə olan, bugün bir sıra siyasi partiyaların rəhbərləri olan şəxslər ki var, o hadisələrə hələlik onlar qiymət verməyiblər, müzakirə eləməyiblər. Bunun da bir səbəb var, bu mən belə başa düşürəm ki, əgər onlar həmin hadisəni təhlil edəsələr, orada bir sıra o bayaq danışdığımız qaranlıq məqamlar ki var, bunların üstü açıla bilər. Çünki ziddiyyətdə olan o dövrdəki insanlar bir-birinə qarşı bugün ittiham irəli sürməlidirlər ki, kim hansı səhv eləyib və yaxud da kim hansı cinayət eləyib. Ona görə də onlar bu məsələlərə hələlik öz siyasi qiymətlərini verməyiblər. Onlardan fərqli olaraq 93-cü ildə Milli İstiqlal Partiyası hadisələri təhlil edib və ona qiymət verdi. Və o dövr partiyanın belə bir qiyməti var idi ki, Gəncədə baş verən hadisələr üsyandır, ancaq Sürət Hüseynov öz dəstələri ilə Bakıya irəlilədikdə ona qiyam adı verilmişdi. Ancaq mən hardasa bununla da bir o qədər də razı deyiləm. Bir fakta nəzər yetirək ki, Sürət Hüseynov sonradan gəldi oldu baş nazir. Yəni o dövr Ali Soveti sədri olan cənab Heydər Əliyev onu baş nazir təyin elədi. Və Heydər Əliyev heç bir zaman qiyamçını baş nazir təyin edəməzdi. Yəni burada da bir paradoks var. Yəni, bu fikirlərin səslənməsində bir paradoks var. Sürət Hüseynov'u müdafiə yox, biz o dövr Gəncəyə qarşı edilmiş haqsızlığı müdafiə etmişik. O sual verən vətəndaş, əgər hadisələrdən xəbərdardırsa, Gəncədə nə baş verdiyini o bilməliydi. Gəncədə qardaş qanı axıdılmışdı və bugünə qədər Milli Qvardiyanın əskərləri orada həlak oldu. Yəni deyirəm, bugünə qədər onun məsuliyyəti, yəni həmin hadisələrin məsuliyyəti və həmin insanların həlak olmasının məsuliyyəti kimin boyundadır, bu bilinmir. O evlatlarımız həlak oldu, getdi, ancaq onların həlak olmasında günahkarlar aşkar edilib, hələ bugünə kimi cəzasını almayıblar. Şadman bəs siyasi partiyalar mövzusuna toxunduq və siz AXC Müsavat Hakimiyyətinin partiyalarının adını çəkdiniz. Yəni, ümumiyyətlə o dövrdə fəaliyyət göstərən digər siyasi partiyaların hansı rolu var idi bu hadisələrdə? O dövr, siz deyən bir o qədər çox partiya da yox idi. O dövr bizim partiya var idi, keçmiş Milli İstiqlal Partiyası. Sosial demokratlar var idi. Azərbaycan Xalq Cəbhəsi hələ partiya deyildi, partiya sonradan yarandı. Yəni, rəsmi qeydiyyatdan keçməmiş Müsavat da var idi. Mən bunları belə demək olar ki, bilirdim. Və qeyri-ixtiyari partiyaların hamısı o hadisələrə cəlb olunmuşdu. Hansı formada, yəni iştirakçısı var, bilavasitə iştirakçılar idi? Kimsə bilavasitə hadisələrin törədilməsində yenə deyirəm, bugün cavabdehdir, sabata cavabdeh olacaq. Kimsə o hadisələrə münasibət bildirməklə həmin hadisələrə cəlb olunmuşdur. Ona görə də yəni, bütün o siyasi qüvvələr qeyri-ixtiyari hadisələrin bilavasitə iştirakçısına çevrilmişdir. Yəni, bayaq tamaşasımız o sualı verdi. Yəni, AMİP-lə bağlı, AMİP-in Etibar Məmmədovun o vaxt dediyin və mən bir məqama yetirmək istəyirəm, toxunmaq istəyərdim ki, o vaxt AXC Müsavat hakimiyyəti də yəni, AMİP-i tənqid edirdi, qeyri-konstruktiv mövqedə durduğunu deyirdi və ondan əlavə konkret sizin adınızla bağlı da konkret ittihamlar var idi. Onların o ittihamları irəli sürməyə heç bir əsası yoxdur. O dövrdə Milli İstiqlal Partiyası bunların səhvlərini görüb, bunlara deyirdi ki, bu səhvləri buraxmayın, bu addımları atmayın.